Allah Teala'nın baktığı yer qəlbdir. Amma qəlbimizdə görün nələr yaşanır. Pisdən, təkəbbürlük, özündən razılıq, həsəd, kin-küdurət. İnsan var, dəvə qəlbi daşıyır, qara qəlb daşıyır. 20 il əvvəl olan söhbətləri unuda bilmir. Hətta yəni, onun üçün bir müsibət axtarır ki, o insan orada sancısın, intiqam alsın, qisas alsın. Yəni, belə insanlar xoşbəxt ola bilməz. Yəni, belə insanlar hətta dünyada da sıxıntı içərisində, bəlkə dünyada da cəhənnəmdədir. Ona görə bax bunlar, ona görədir ki, insan dünyanın səadətini qazansınlar və həmçinin ahirətini qazansın. Əgər qəlb düzəlməsə, insan düzələ bilmir. Qəlb düzəlmədisə, mümkün deyil. Çünki o insanın oxuduğu, Qur'anın, o zikirlərin qəbul edəcəyi yararlı yer olmalıdır. Əgər bu yer yararlı deyilsə, əgər bu qəlb pislənlə, həsədlə, kibirlə, riya ilə, ücüblə doludursa, o qəlbə girmir. Girmir o mənalar, o xeyirli mənalar girmir. İbn Teymiyyə Rahiməhullah buyurur ki, Cəbrail əleyhissalam evdə it olduğu üçün evə gəlmədi. Peyğəmbər sallallahu əleyhi və səlləm şikayətlənəndə niyə vaxtında gəlmədi, deyir ki, evdə it var idi. Bir baxın, deyir, Cəbrail əleyhissalam nə ilə gəlirdi? Elmlə, vəhiylə, nurla gəlirdi. Hara girmədi? İt olan evə girmədi. Baxın, İbn Teymiyyə Rahiməhullah fayda çıxardır. Əgər deyir, o it olan evə girmədisə, itlər olan qəlbə necə xeyirli mənalar girsin? Elə-belə yox, quduz itlər. Yəni, insanın qəlbində olan kin, küdurət, həsəd, yəni, həqiqətən biabırçı bir məsələ, insan hələ yaşlaşır, yaşlı insanların bir-birindən küsməsi, salam verməməsi, yəni, bu acınacaqlı bir işdir. İnsan yaşlandıqca daha çox Allahdan qorxmaq əvəzinə, qəbrə yaxınlaşır, daha çox halallaşır. Çünki qiyamət gününün halallığı dinarla, dirhəmlə olmayacaqdır. Və hətta sahabə soruşur, ya Rab, ya Rasulallah, yəni olmayacaq orada artıq mal yox. Çünki insan ayaq yalın, çılpaq həşr olunacaqdır. Heç nə olmayacaqdır. Və o əvəzləşmə necə olacaqdır? Bil həsənəti və seyyət. Günahlarla və yaxşı əməllərlə olacaqdır. Deməli, əgər bu zülm edibsə, yaxşı əməllər ona gedəcəkdir. Əgər qurtarmayıbsa, ondan sonra günahlar da yüklənəcəkdir. Yəni, bu insanın yaxşı əməllər, sonra o insanın günahları buna yüklənəcəkdir. Ona görə əsl iflas da budur. Allah Teala bir və bədə ləhum minallahi mə ləm yəkunu yəhtəsibun. Yəni, həqiqətən bu dəhşətli bir ayə. Zümər surəsinə keçir. Və bədə ləhum. Yəni, onlara zahir olacaq, onların heç hesab etmədiyi bir şey. Məsələn, insan dünyada əməl edir, yaxşı əməllər, elə güman edir ki, qiyamətdə onun üçün yaxşı işlər olacaq, mükafatlar. Amma axirət gələndə görəcək ki, bunlar yoxdur. Onların heç ümidində olduğu, o umduğu əməllərdən heç biri olmayacaqdır. Yəni, artıq yoxa çıxacaqdır. Allah belə bir şeydən qorusun. Və ona görə insan indi baxmalıdır, elə bir əməllər toplamaqla yanaşı, onları qoruya bilsin. Bəzən görsən, o qəlbdə olan, yəni o çirkab, məhv edir əməlləri. Yəni, bəzən görsən, insan əməl edir, əməl var, hər bir şey var. İnsanın günah edən insanlara xor baxması əməlləri batil edir.